Ama sümüğü de yedi. Bu ne sümüğü la? Bu isə danışmaq istəyirəm Monkey Pub'ın yeni menüsü və yeni nastoykalarından. Monkey Pub 2 mərtəbədən ibarətdir və ikinci mərtəbəsinə qəşəng verəcə səliqəli kabinetlər mövcuddur. Təzə menyuları belə əsl yeyib içməyə ağırlıqlıdır. Birinci növbədə toyuq çığırtmağı götürdük. Qəşəng verəcə kərə yağında qovrulmuş soğanla, kənd yumurtası ilə, kənd toyuğu antiqa başlanğıcdır. Amma ki bu sitrusdan krevetkanın dadını daha çox bəyəndim. Bəzi yerlərdə görürsən ki, krevetkan o qədər bişirdilər ki, rezinə dönür. Burada sitrus, kərə yağı və krevetkanın dadı balanslaydı. Nastoykaların arasında isə alma fevqa favorimiz oldu, getsəz o məsləhətdir. Badımcan püresi ilə quzu kotleti çox dəli bir şey idi, hamı bəyəndi. İnaqsız, badımcan istəməzsən ki, qışda beləncə ləzzətli badımcan olur da. Şef özü təzə menyudan 4 nəfər üçün nəzərdə tutulan əfqan yeməklərindən birini gətirdi. Bu, əfqan qazanda pişən quyruqdur. Qısacası uşaqlar, Monkey Pub'ın təzə şefi və onun gətirdiyi təzə menyu çox uğurlu alınıb məsləhətdir.